Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. Və hər birimiz bilirik ki, bizlər bu dünyaya ibadət eləmək üçün gəlmişik. Allah bizi yaradıb ki, ona ibadət edək. Yəni, onun kitabına tabi olaq, Peyğəmbərinə tabi olaq. Hər birimizin öncül vəzifəsi Allaha ibadətdir. Qayəmiz yalnız Rəbbimizi razı salmaqdır. Və bunu bütün insanlar anlamalıdır, bilməlidir. Yəni, bizim cəmiyyətdə bəzi insanlar bilirlər ki, Allaha ibadət eləmək lazımdır. Bilirlər ki, Allaha ibadət eləmək vacibdir. Amma buna baxmayaraq Allaha ibadət eləmirlər. Namaz qılmırlar, oruç tutmurlar və Allaha doğru düzgün ibadət eləmirlər. Tövhidi bilmirlər. Hansı ki, Allah Azze və Cəllə 124 min Peyğəmbəri göndərmişdir ki, yalnız insanlara tövhidi öyrətsin. Yəni, ibadəti başa salsın. Haqq, ilah kim olduğunu onlara Peyğəmbərlər öyrətsin, başa salsın. Və buna baxmayaraq bizim cəmiyyətdə yəni, insanlar həm Allahdan, həm Allahın kitabı Qurandan, həm Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdən qafildirlər. Allaha tərəf yönəlmirlər. Elə bir ki, Allahla cəmaatın arasında bir səd var. Nəsə bir belə deyək də, bir səngər var, maniyə var. Allaha tərəf gəlmirlər. Və bilmirsən ki, bunlar hansı tərəfə gedirlər. Getdiyi yolda görürsən ki, həqiqətən yəni, azğınlıqdır. Getdiyi yollar görürsən ki, bunun axırı fəsaddır, həlakdır. Amma Allahın doğru dini, İslam dini, izzətli dini, şərəfli dini açıq-aşkardır. Quran açıq-aşkardır. Hər kəsin evində hala bugünkü gündə yəni Quran mövcuddur. Yəni tərcümə olunur, mənada tərcümə var. Amma insanlar yenə də o Qurandan nədir? Uzaqdırlar. Allahın dinini öyrənmək istəmirlər. Və bunlara mane olan məsələlər də bugünkü gündə nədir? Məsələn, baxırıq, niyə ay insanlar Allaha ibadət eləmirsiniz? Və baxırsan ki, hərəsinin bir səbəbi var. Bəhanələri var, bəli. Birinin səbəbi işdir. Birinin səbəbi hansısa bir işrət məclisidir. Birinin səbəbi deyir, xəstəyəm. Yəni, hərə bir cür səbəb gətirir və aləmlərin Rəbbi olan Allah Azza və Cəlləyə yəni, ibadət eləmir. Yəni, bu da həqiqətən də insanın nə qədər nankor olmasına dəvət edir. Necə ki, Allah Quran-ı Kərimdə buyurur ki, يَعْرِفُونَ نِعْمَةَ اللّٰهِ ثُمَّ يُنْكِرُونَهَا. Yəni, onlar deyir, yəni, insanlar Allahın nemətlərin yəni, bilirlər. Yəni, Allah onlara hansı nemətləri verib, yəni, bilirlər ki, mövcudluğu, insanın mövcudluğu, varlığı Allahdandır. Göz Allahdandır, əllər Allahdandır, sağlamlıq Allahdandır, əmnamanlıq Allahdandır. Bilirlər ki, hər bir şey Allahdandır. Amma müqabildə inkar eləyirlər. Necə inkar eləyirlər? Yəni, Allaha itaat eləmirlər. Allahın ona əmr etdiyi, belə deyək, buyruqları yerinə yetirmədiklərinə görə Allah Azza və Cəllənin nemətlərini inkar etmiş olurlar və şükür etmiş olmurlar. Və bu xalqımıza yəni, müraciət edib deyirik. Yəni, həqiqətən yəni, bu həyat qısadır. Nə qədər ki, sizə yəni, möhlət verilib, nə qədər ki, bu dünyada yaşayırsınız, yəni, Allaha dönün, rəhimli olan, mərhəmətli olan, Rəbb olan, qiyamət günün sahibi olan, haqq məbud olan, sizə göydən və yerdən ruzu bəxş eləyən, sizə sağlamlıq verən, sizə kifayət olan, sizə vəkil olan, sizə şahid olan, sizi öz nəzarətində saxlayan, sizi öndən, arxadan, sağdan, soldan qoruyan, Allaha dönün, Allaha tərəf gedin. Necə ki, Allah Quran-ı Kərimdə buyurur ki, وَفِرُّوا إِلَى اللّٰهِ Allaha tərəf qaçın və ənibu ileyh və ona doğru yönəlin. Allah Quran-ı Kərimdə onlarla ayədə qullarını özünə çağırırdır. Ey qullarım, nə qədər günah edirsiniz edin. Yəni, günahlarınız nə qədər olur olsun, Allahdan ümidinizi üzməyin. Sizin Rəbbiniz rəhimlidir, mərhəmətlidir. Allahdan ümidin yalnız kafirlər üzər, qəlbi daşlaşmışlar üzər. Yəni, günahkar insanlardır. Görürsən ki, bəzən günah eləyirlər, günahda israrlıdırlar. Yəni, belə insanlar Allahdan küsməməlidirlər, Allahdan inciməməlidirlər. Əslində, Allaha doğru getməlidirlər ki, Allah Azza və Cəllə onları bağışlasın. Hətta hədisdə gəlib, Vüqar müəllim, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qulların günahları səmaya çatsa belə. Yəni, o qədər günah eləyərsən ki, azğın insansan. Gecə və gündüz günah eləyirsən və sənin günahın səmaya çatsa belə, yəni buludlara çatsa belə, Allahdan bağışlama diləsən, Allah səni bağışlayar. Yəni sənə qarşı bu qədər rəhimli olan, mərhəmətli olan,
Allahdan niyə uzaq düşürsən? Allah Quran-ı Kərimdə buyurur ki, ya eyyuhəl insan, mə qarraka bi rabbikəl kərim. Ey deyir, Allah buyurur, ey insan, səni kərim olan, səxavətli olan, səni nemətləri ilə, nemətləri bəxş eləyən, Rəbbinə qarşı çıxaran sənin nədir axı? Yəni Allahdan sən niyə küsməlisən? Allaha niyə, belə deyək də, boyun əyməməlisən? Allahdan uzaq düşməlisən? Səbəb nədir axı? Bu insansan, yer üzərində yaşayırsan, düşün. Düşün ki, nə üçün mən Allaha ibadət eləməyim? Axı, qayə bu dünyaya gəliş qayən ibadətdir. Öncül vəzifən ibadətdir. Niyə ibadət etməyəsən? Bir insan kimi özünə sual ver. Sual ver və o sualın cavabını özün tapacaqsan. Yəni, bizə Allah ağıl verir və digər məxluqatlardan Allah Azza və Cəllə bizi seçib, fərqləndirib ağıl neməti ilə. Biz ağılla düşünməliyik də. Allah Quran-ı Kərimdə buyurur ki, ağıl sahiblərini tərifləyir. Onlarla ayədə. Allah buyurur ki, bu yaradılışda ağıl sahibləri üçün bir ibrət var. Filan məsələdə ağıl sahibləri üçün ibrət var. Ey ağıl sahibləri, ibrət alın. Allah Azza və Cəllə Quran-ı Kərimdə onlarla ayədə müraciət edir ağıl sahiblərinə. Bizim cəmiyyətdə də insanların müəyyən qədər ağılları var, ağıl sahibləridirlər, dünyavi savadları var. Amma ibadət məsələsinə gəldikdə, Allahla münasibətə gəldikdə, görürsən ki, nə qədər pozğunluqlar var Allahla öz aralarında. O günləri bir nəfərlə danışıram, yəni ticarət edir. Ticarət edir, belə deyək də, oğlu elə bir ki, bunun kimsə aldadır ticarətdə. Deyirəm, qardaş, bunu etmək olmaz axı, doğru deyil. Halal və haram məsələsi var deyirəm. Deyir, indi halal və haram qalıb. Deyir, indi halal və haram qalıb. Yəni, artıq Allahın tövsiyələri dinlənmir. Allahın sözü dinlənmir. Bir məsələ deyirsən ki, Allah deyir, deyir, Allah deyir də. Deyirsən, Peyğəmbər deyir, Peyğəmbər deyir də. Yəni, insanlar niyə belə azğınlaşıblar? Niyə bu hala düşüblər? Allahu Akbar. Onların bu hala düşməsinin ilk səbəbi yedikləri, içdiklərinə görədir. Yəni, ola bilsin, yedikləri halal deyil. Haram yeyirlər. Ona görə Allah Azza və Cəllə onların bəlkə də qəlbini qapadıb, azğınlıqlarına görə, xəstəliklərinə görə və s. fəsadlara görə qəlbləri qapanıb. Görürsən ki, bəzi insanlar Allaha tərəf yönəlirlər, Allaha ibadət edirlər, Allahın tövhidini bilirlər. Bunlar nə üçün Allaha yönəlirlər? Çünki o insanlarda xeyir var. Onlarda qəlbində rəhmət var. Halala, harama fikir verirlər. Halalla qidalanırlar. Bildiyiniz kimi, bir hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, bir şəxs səhrada, başı açıq, ayaqyalın, yediyi haram, geydiyi haram, deyir, ya Rab, ya Rab, ya Rab. Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, onun duası necə qəbul olunsun? Yediyi yemək haramdır. Geydiyi paltar haramdır. Onun necə duası qəbul olunsun? Yəni, insan ilk öncə yediyinə, geydiyinə fikir verməlidir ki, Allahla münasibətləri də düzəlsin. Yəni, hər bir müsəlman, vallahi billahi çalışmalıdır, Allahla münasibətini düzəlsin, Allahla əlaqəsini düzəlsin. Çünki ən sadiq dost Allahdır. Yəni, qula bizə ən yaxın Allahdır. Bizim belə deyək də, Allahdan bizi çox istəyən bir şey yoxdur. Yəni, Allah bizi atamızdan da, anamızdan da, hər kəsdən çox istəyir. Çox istəyir ki, bizi mövcud eləyib də, bizi yoxdan xəlq eləyib, bizi şərəfləndirib, bizi belə deyək, tülkü, çaqqal, pişik və s. heyvanlardan yaratmayıb. Bizi insan yaradıb. Bizi ən gözəl biçimdə yaradıb. Bizə və saysız hesabsız nemətlər verib və bizə kitab göndərib, Peyğəmbər göndərib. Bizi digər məxluqatlarından seçib. Bunun müqabilində sən Allahdan üç çevirirsən, Allahdan başqasına qaçırsan. Səbəb nədir? Səbəb, yəni Allahu alim, yəni insanların çoxunun azğınlıqları və s. yəni dindən uzaq düşmələridir. İndi bu qədər siz zəhmət olmasa fikir bildirin. Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah və alə alihi və sahbihi əcməyən əmmə bəd. Allah razı olsun, Coşqun müəllim. Həqiqətən böyük bir məsələyə toxundum. Bugün biz cəmiyyətimizə baxanda, indi biz Azərbaycanda yaşayırıq da, əsas Azərbaycanla maraqlanırıq. Qıraq cəmiyyətlər də o gündədir. Görərsən ki, Allahdan uzaq düşən insanların sayı çoxalıb. Allah və Rəsulunu unudan insanların sayı çoxalıb. Allahın kitabını açmayan insanların sayı çoxalıb. Oxumurlar, öyrənmirlər, bilmək istəmirlər, tanımaq istəmirlər. Halbuki, elə yaradılışın məqsədi Allahı tanımaq deyilmi? Allah Teala ən çox sevdiyi qolları kimlərdir? Rəsullardır, düzdür? Peyğəmbərlərdir. O
insanları, o sevdiyi qullarını hansı vəzifə ilə mükəlləf edib? Təbliğatla. Nə ilə təbliğat eləməyi, nəyə çağırmağa? Allaha çağırmağa. Ən üstün insanları, ən üstün vəzifə ilə mükəlləf edib ki, ən xeyirli işi görsünlər. Amma biz nə qədər insanlar var ki, onların təbliğatına uzaq düşürlər. Elə müsəlmanların içində, mən elə müsəlmanlardan danışaq da, müsəlman cəmiyyətində yaşayırıq. Nə qədər müsəlmanlar var, bugün öz Peyğəmbərini tanımırlar. Nə qədər insanlar və müsəlmanlar var ki, onlar Allahın kitabından uzaq düşürlər. Oxumurlar, bilmirlər. Quran-ı Kərimdən bildikləri bir dənə, eşitdikləri bir Yasin surəsi, bir də Fatihədir. O da niyə? Adətən yas yerlərində oxunan bu daxı. Qalan şeydən xəbərləri yoxdur. Ya insan öləndə, molla gəlsin, Yasin oxusun və ya öləndən sonra Yasin oxusun, ya da ki, məclislərdə, yas mərasimində Fatihəni oxuyacaq. Yəni, bu insanların Qurandan bildiyi çox az şey var. Və belə olan təqdirdə də təbii ki, insana, o cür insanlara dost kim olar, qardaşım? Şeytan olacaq da. Yəni, insanı Allah yaradıb, düzdür? Özünü tanıtdırmaq üçün yaradıb Allah Teala ki, insan Allah'a tanısın. Allah yaradıb ki, insan Allah'a ibadət eləsin. Allahı özünə dost tutsun. Allahın dostlarını özünə dost tutsun. Əgər bu olmayacaqsa, insan dostu kim olacaq? Təbii ki, şeytan. Allah Teala bizə nəyə əmr edir? Allahın rəsullarına tabi olmağı əmr etmirmi? Onların yolu ilə getməyi əmr etmirmi? Adi götür, ən əzəmətli ayələrdən biridir. Əzəmətli surənin içində, Əl-İmran surəsində Allah Teala nə deyir? Xüsusi olaraq o dövrün insanlarına, yəni Məhəmməd Peyğəmbərin zamanı yaşayan və ümumi olaraq hamımıza, bütün bəşəriyyətə, qiyamətə qədər xitab edib nə deyir? Deyir, qul in kuntum tuhibbunallah. Deyir, əgər siz Allah sevirsinizsə, qul in kuntum tuhibbunallaha fəttəbi'uni. O zaman mənə tabi olun. Kimə? Yəni Muhammed sallallahu əleyhi və səlləm deyir, mənə tabi olun. Allahdan təbliğ edir. Deyir ki, əgər siz Allah sevirsə, ey insanlar, ey mənim qövmüm və ümumi olaraq bütün insanlar, bütün bəşəriyyət. Əgər Allah sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Deməli, bu ayə necə deyirlər? İmtihan ayəsidir. Bugün insanlar çoxsu soruşsan, müsəlmanlar, necə Allahı sevirəm. Amma əməlində bunu görmürsən də. Sən necə Allah sevirsən ki, Allahın əmr etdiklərindən uzaqsan. Sən necə Allah sevirsənsə, Allahın qadağan etdiyi şeylərə baş əyirsən. Qadağan etdiyi şeyləri edirsən. Necə Allah sevirsən? Sevən belə eləyərmi, qardaş? Sən sevənin sevdiyinə asi etdiyini görərsən, görməzsən. İndi burada cavanlar da var da. Sevgilin sənə asi olsa necə baxarsan? Sevən sevdiyinə asi olar. Sevən sevdiyini sözün yerə salar. Olmur da belə şey yoxdur da. Aşıqları görmürsən də. İndi hamın cavanlıq vaxtı olub, evlilik vaxtı, kəbinli vaxtı, nişanlı vaxtı, sonra təzə cavan vaxtı biraz daha çox olar belə. Sonra biraz yaş yaşadığında falasır azalır da belə. Azalmır amma o cavanlıq elədiklərin olmur da. O deyib gülmək, zarafatlaşma və s. Yəni, amma yenə itaət olmalı da. Qadın kişi münasibətləri mühümdür şəriətdə. Amma söhbət nədən gedəyəsən, aşıqların, sevənlərin bir-birinin xəttindən dəyən görməzsən. Adi SMS gələndə sevgilindən, SMS ki, açım oxuyum görüm nə deyir. Bir dənə sən yazırsan, o da sevinir, bir dənə ürək atır. İndi smaiklər çıxıb, əvvəli şeylər yox idi. Xoşdur sənə, düzdürmü qardaşım? Yaxşı, sən deyirsən ki, mən Allahı sevirəm. Allah bizə ən sevimli məhbub deyil. Məhbub nə də sevgili deməkdir də, düzdür? Allah bizə hamı da sevimli deyil mi qardaşım? Kimdən sorursan, o aşıqlərdən deyir, Allah mənə sevimlidir. Bu cür sevgili verib mənə. Canciyər verib mənə, yar verib mənə. İndi sevgili adətən bunu gətir də, misal ki, sevgilim var və s. Bəs Allah Teala daha çox sevməyə layiq olduğu bir halda sən də bunu deyirsən. Necə olur ki, sən sevdiyin o Allaha asisən, o məhbububa asisən, sözünü yerə yetirmirsən, əmrinə tabi olmursan. Bu necə ola bilər? Necə olur? O yerdə sevəndir, sevənə asi olarmı? Olmur. Sevənlər, sevgililər bir-birinə asi olmur. Allahdan bizə mesaj gəlib. O deyir, sevgilindən mesaj gələndə açıb bir 10 dəfə oxusan, əzbərləyirsən də. Bir dənə sən yazsın, bir şeir də yazsan arxasıca. Allahdan bizə bir mesaj gəlib də, Quran-ı Kərim mesajıdır, Allahın bizə mesajıdır. Bəs necə olur ki, sən o mesajı oxumursan? Sənin sevəndən iddia edirsən ki, Allah mənə ən sevimli olandır, ən sevimli varlıqdır. Sənin sevdiyindən sənə mesaj gəlib, açıb oxumursan. Quran-ı Kərimi oxumursan. Onun ən sevdiyi qulu olan Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm, onun hədislərini oxumursan, necə olabilir? O da bir mesajdır da. Çünki Allahından təbliğ edir axı. Hədislər də vəhidir. Şəriətlə bağlı olan hissələri vəhidir. İndi söhbət bazara gedib meyvə yeməyindən getmir. Bəziləri var o, bəzi insanlar çıxıb deyir, elə siz hər şey vəhi deyirsiniz. Bu hədislə vəhi hələ tam başa düşmür. Hədislərdə elə şey var ki, bəli vəhidir.
Eləsi varsa, lakin Allah Rəsul həyatından bəhs edir o hədislərdə. Məsələn, getdi bazara getdi. Burada vəhiy yoxdur. İnsandır da, bəşərdir. Bazara getməlidir də. Meyvə alır, yemək alır, içəcək və s. və ilaxır. Bu vəhiy deyil. Və hissəsi hansıdır? Rəbbindən təbliğ etdiyi hissəsi, bəli, o hədislərdə o yeri vəhiydir. Ona görə bugün Erşad Miri kimlər çıxıb, eşitdiyiniz hədislər də vəhiydir. İnsanları azdırırsınız, yox, siz azdırırsınız. İnsanları Allahdan və Rəsulundan uzaq salmışsınız. Məhəmməd Peyğəmbəri unutturmaq istəyirsiniz, vallahi bunu bacarmayacaqsınız. Zaten nə qədər olub, tarixdə də görsənib ki, Allah Teala həmişə Peyğəmbərinin qissasını alıb. Həmişə. Kim ona aşiq olubsa, onunla düşmənçilik eləyibsə, Allah intiqamını alıb. Necə kitabında deyir, biz deyir, sənə istehza edənlərə qarşı kifayət edərik. İstehza edən, nə qədər olur Məhəmməd Peyğəmbərə istehza edən, Allah müasir zamandan götür. Karikaturasını çəkənlər, tən edənlər, haqqında pis filmlər çəkənlər, hamısı nə oldu? Məhv oldu, getdi. Birinin maşında yandı, mühafizəçilərə yanında da heç də eləyəmə, qoruya bilmədi. Yandı, kül oldu. İsveçdəki, o Danimarkadakı. Bu yaxınlarda birinin söhbəti, biri özü yolda öldürdülər. Allahın kitabı ilə istehza edirdi, yandırırdı, pozurdu, zırırdı, söyürdü, təhqir edirdi Peyğəmbərini belə. Nə oldu? Vurub öldürdülər. Kiminsə əli ilə məhv oldu, həlak oldu, getdi. Tarixdə belə şeylər çox olub, oxusan görərsən. Tarix kitablarında. Allahın kitabı ilə, Məhəmməd Peyğəmbərlə düşmənçi gedib istehza edənlərin hələ axirətdən danışmıram, bu dünyada aqibəti çox pis olub. Çox pis. Heyvanlara belə yem olub. Vallahi heyvanlara yem olub. Allah intiqamını alacaq zaten, söz yox. Zalimlar elə fikirləşməsin ki, Allah onlardan qafildir. Xeyr, necə ayədə gedir, məşhur ayədir. Biz onları gözlərin bərələcəyi bir günə saxlamışıq. Onu da görəcək. Elə bilmə Allah səni unudub, səndən bir xəbərdir. Bu bütün zalimlara aiddir. Nəfsinə zülm edənlər, günahkarlar, asilər, Allahın və Rəsulunun əmrinə asi olanlar. Zalim kimdir? Zalim, yəni asi olan insan. Zalim, bir şey yerinə qoymayan. Zalim insan kimdir? Yəni Allahın və Rəsuluna uzaq düşən, günah edən, insanlara zülm edən və s. Bunlar zalimlar adlandırır. Zalim adlanır. Yəni günahkar, asi, Allahın ayələrini, kitabını, Peyğəmbərin sözdən heçə sayan insan. Lap desin, mən müsəlmanam, lakin əməl eləmir. Yəni sən qardaş, dəyər vermirsən də. Günahkar, asi insan Allah və Peyğəmbərinə dəyər verməyib, kitabına dəyər verməyib ki, asidir. Allahdan qorxsa, sevsə, ümid bəsləsə, günah eləyərmi qardaş? Məhəmməd Peyğəmbəri deyir, sevirəm Peyğəmbər, sevsə, onun sözlərindən çıxarmı? Sallallahu aleyhi və səlləm, çıxmaz. Quran mənim kitabımdır, mən o Quranı sevirəm, hörmətlidir, mübarəkdir deyən insan Quranın içindəkilərdən uzaq düşər, heç vaxt olmaz da belə, düzdürmü? Haqqı ilə eləyirsə olmaz. Lakin görürsən, uzaq düşən onlar da asi zalim adlanırlar. Və Allah Teala da bütün zalimlər də haqq hesab eləyəcək qiyamət günü. Elə bilməsin, burada rahat yeyir, içir, mənə heç də olmayacaq, Allah məndən bir xəbərdir, yox vallahi. Allah yaratdığını tanıyır. Ələ ya'ləmu mən xaləqə və huvəl latiful xabir. Latif və xəbir olan Allah, yəni lütf sahibi olan Allah, hər şeydən xəbərdar olan Allah, yaratdığını bilmir, tanımır, bilir, hamısını tanıyır, hamısını da bilir. Hallarından xəbərdardır. Lakin kimisinə möhlət verir, kimisinə elə bu dünyada cəzalandırır. Möhlət verməndə də bir hikmətlər var. Bəlkə qaydar tövbə eləyər. Görürsən, yer üzərində nə qədər asi insanlar var. Çoxdur, düzdürmü qardaş? Yəni hamı ibadət edir, yox. Hamı Allahdan qorxur, təbii ki, görürsən, yox da, yox. Lakin niyə hamısı, niyə müsibət gəlir? O bəzisi var, deyir də, Allah deyir, varsa deyir, qoy mənim bəlamı versin də həmən. O biri çıxmışdı, bir səfehin biri Quranı yandırırdı. Demiş Allah bak, qoy mənim bu saatda deyir, maşınsa mənim bəlamı versin də. Xəstədir bu, səfehdir. O elə bilir ki, yəni bu, belə deyək də, nağıllar aləmində nəsə olan ki, bir ildırım çağıb öləcək. Qardaş, Allah Teala möhlət verir, Allah hikmət sahibidir. Bəzən azğınların ömrünü uzadır ki, azğınlığı artsın, qiyamət gün əzabı şiddətli olsun. O axmaq hələ bundan bir xəbərdir, bilmir. Bəzən möhlət verir, yəni öldürmür, əzab vermir, bəla vermir. Niyə? Bəlkə qayıdıb tövbə eləyər. Rəhm edir, rəhmətindən möhlət verir, vallahi. Görə qədər rəhmli mərhəmətidir Allah Teala. Bəzən zalıma, asiyyət də kafirə belə möhlət verir ki, birdən qayıdar, bəlkə qayıdar. Sabah deməsən, ya Rabbi, sən mən canımı niyə aldın? Mən bir ildə gözləsəydim, mən ibadət eləyəcəkdim də. Allah bəlli bir həyat verir və hər şey verir. Var, dövlət, can sağlığı və s. və ilaxır. Deməsin, ya Rabbi, sən mənə vermədin, mən də eləmədim. Verib hər şeyi. Qardaş, kasıb olsan da öz ayaqlarınla üz istəm akramakumla ayaq yoluna gedə bilirsən. Bunun özü vallahi böyük bir nemətdir. Sənə dəyər verib. Bu özü bir böyük nemətdir. Bunun şükrünü belə sənə haqqı ilə verə bilməzsən. Rahat şəkildə yemək yeyə bilirsən. İnsanlar var, trubka ilə yeyirlər. Nə bilim, aparatla yemək yeyir, qidalanır. Qardaşım, rahat yemək yeyə bilirsən. Vallahi bu böyük bir nemətdir. Bunun şükrünə ehtiyac yoxdur ki, var, şükür eləməlisən. Yaşadıb, səni tanıdıb, atlı sanlı elib, məgər bu nemət deyil.
Yoxdan yaradıb da səni, yoxdan. 10 nəfərin içində tanınırsan, məgər bu Allahın sənə dəyər verməyi deyilmi, qardaş? Zəhmətinlə evinə çörək yaparsan, əsl kişi sənsən. Ən yaxşı oğlan da sənsən. Zəhmətinlə evə çörək yaparsan, bu Allahın sənə verdiyi dəyər deyilmi, qardaşım? Və niyə Allah şükür eləmirsən? Niyə ibadət eləmirsən? Niyə Allahı tanımırsan? Bəla müsibət gələndə dağlara, daşlara, pirlərə, ocaqlara gedir. Bəs Allaha nə qaldı? Yaradan Allahdırsa, yedizdirən, içizdirən, dirildən öldürən Allahdırsa, ruziləndirən Allahdırsa, qardaş, yağış yağır, torpaq dirilir, bar verir. Bunu eləyən Allahdırsa, qardaş, mən niyə Allaha şükür eləməyim ki? Niyə dağlara, daşlara şükür eləməliyəm? Niyə onlara, ocaqlara, pillərə gedməliyəm ki? Allah məni yaradıbsa. Zaten Quran-Kərim hamısı bundan danışır, tövhid. Buna deyirlər tövhid. Tək Allaha ibadət eləmək. Bəli, övliyaları da sevmək lazımdır. Onların başında peyğəmbərlərdir, sahabələrdir, imamlar və s. alimlər. Sevgi ayrı şeydir. Sevgi ilə ibadəti qarışdırıblar. Problem odur. Biz elə bir sanki bir başqa mövzuya getdik. Sevgi ayrıdır, ibadət ayrıdır. Bəli, məxluqatdan elələr var ki, onlar sevməlisən, sənin borcundur, vacibdir. Lakin ibadətə layiq deyirlər. Başa düşürsənmi? Gedim dua eləyim, mədəd umum, ruzi istəyim, sağlamlıq istəyim. Biri gedir, nə bilim, övladım universitetə girsin, gedir, nəzir verir. Qardaş, xeyr istəyirsən, Allaha müraciət elə də, Allaha dua elə də. Allah məgər səni eşitmirmi? Harda olursan nə ol? Pıçıltı ilə danışsan da Allah səni eşidəcək. Qəlbindən keçir, dilin danışmasın. Qəlbindən keçir. Mən bilməyəcəm, sən bilməyəsən, o qəbir sahibi bilməyəcək, amma Allah biləcək. Niyə Allaha yönəlməyim ki? Bax, bu tövhiddir. Bundan danışanda sən ad qoşurlar. Qəribə adlar deyirlər. Sən Quranı oxusan görərsən ki, Məhəmməd Peyğəmbər elə buna görə gəlib. Nəinki o? Ondan qabaqki rəsullar belə, vallahi. Hamısı nəyə görə gəlib? Ki, Allaha ibadət edin. Yalnız ona ibadət edin. İbadətlərdə ona heç kəsə şərik qoşmayın. Duadır, namazdır, nəzirdir, qurbandır və s. və ilaxır. Qul innə salati və nusuki və məhyəyə və məməti lillahi rabbil aləmin la şərikə ləhu. De, namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allaha məxsusdur. Onun heç bir şəriki yoxdur. Quran ayəsidir. Fəsalli li rabbikə vənhar. Rəbbin üçün namaz qıl və qurban kəs. Mələ sənin gedib harası qurban kəsməyə ehtiyacın yoxdur. Qapımda bismillah, Allahu Ekber, Allahın adına. Kiminsə adına, kiməsə görə niyə kəsməlisən ki? Onu da səni yaradan Allahdır. Bəli, səni fərqləndirən nədir onunla? O salihsən, salih deyilsən. Problem də demə sənin özündədir də, qardaş. Sən də salih insan ola bilərsən də. Düzdür, yoxsa yox. Allah ağıl verib. Göz verib oxuya bilirsən, verib. Sən də oxu, əməl elə, sən də salih ol. Nə var ki burada? O biraz da 2 üstə gəl 2-dir. Təbi Allah müvəffəq etdiyi qulları üçün 2 üstə gəl 2-dir, 2 vur 2-dir. Müvəffəq eləməsə heç nə, 2 vur 2 olmayacaq. Onda heç nə olan deyil. Onu ki Allah Teala hər birimizə peyğəmbər olsun, salih insan olsun, hamımız bəşərik. Bəli, fərqləndirən şeylər var. Onlar üstün insanlardır. Üstün olmaqlarına səbəb qəlblərinin təmiz olmasıdır. Sənin də qəlbin təmiz olsa, sən də üstün olarsan. Sən də salih olarsan. Allah səni də sevər. Qəlbi təmizləmək, qəlbin islahı ilə məşğul olmaq lazım. Onun insan özünün başqasını qınamasın, ancaq özünü qınasın. Və insanlar onu gedirəm, Allahdan uzaq düşməklərin səbəbləri çoxdur. Allahdan uzaq düşməklərinin, Peyğəmbərindən uzaq düşməklərinin, kitabından uzaq düşmən səbəbi oxumamaq, əməl etməmək, tabi olmamaq kimə? Allaha və Rəsuluna. Necə bəlkə ayədə qeyd etdiyim imtihan ayəsində. Allah'ı sevirsinizsə mənə tabi olun. Mən Muhammedə tabi olun ki Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Deməli, xeyir, bərəkət nə vaxt olur? Allah'a və onun Rəsuluna itaat edəndə. Onların əmirlərinə tabi olub, qadağan etdiyi şeylərdən çəkinəndə vallahi xeyir və bərəkət. Və şükür Allah'a da ki, bu dinimizdə hər bir şey bəyan olunub. Elə bir şey yoxdur ki, sən deyəsən ki, o haqda işə gəlməyib. Vallahi hamısı haqqında gəlib. Ya ümumi, ya xüsusi, ya mücməl, ya təfsilatlı. Bəli, Quranda elə şeylər var ki, deyə bilərsən, yoxdur. Mücməl gəlib, ümumi gəlib, namaz qılın. Gəlib, gəlməyib, namaz qılın, var. Amma necə qılım, nə tər qılım, nə sözləri söyləyim, bu yoxdur. Bu kimə havalə olunub bu hissəsi, izahı? Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmə. Hədisləri ilə izah olunub ki, namazı necə qılmaq lazımdır. Neçə rükət qılmaq lazımdır. Hansı zikirləri söyləmək lazım, hamısı Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin sünnəsində varid olub. Lakin ümumi bəli, Quranda hər şey var, hər şey. O bir nəfər olur, müsəlmanlardan biri olur, qardaşa çox uzaq durur, bəlkə yaxına gələz.
Mən də boynum əyildi, dala baxmadım. Ha. O müsəlmanlardan biri olur, gedir bir restoranda yemək yeyir. Yəni xarici bir ölkədədir. Restoranda yemək yeyir. Oradan bir Yahudi gəlir deyir ki, Yahudilərdə müsəlmanla ədavət var axı. Yəni bütün dinlərin İslamla ədavəti var da. Fərqi yoxdur. Bu xristian olsun, Yahudi olsun, bütpərəst olsun, fərq eləmir də. Ateist olsun. Görərsən ki, düşmənçiliyi İslamla, müsəlmanlarla, Muhammedlə, Qur'anlandır. Bax nə qədər o istehza eləyənlər var. Görmüsən Tövratı yandırsınlar hardasa Avropada. Bu çox yayla baxın, dəbhal olub da. Demokratiya adı ilə bir demokratiyada müstəqiləm hürriyyət var, azad söz azadlığı var. Mən Qur'anı yandırıram. Tövrat yandıran görmüsən? Və ya Yahudi olsun, İncili yandırsın. İncil xristian olsun, Tövratı yandırsın. Yox. Ateistləri görmüsən, xristianlarla şey eləsin, mübahisə eləsin, xristianlığa qarşı mübarizə aparsın. Var, çox azdır da. Əksər kimdəndir? İslamla. Yəni bütün millətlərin dərdi kimdir? Müsəlmanlar, İslam. Yəni kafir hamısı birləşiblər. Halbuki hamısı bir-biri inkar edir ha. Lakin görürlər ki, qardaş, o biri dillər hamısı batil şeydir, zaten əməl eləyən də yoxdur. 6-cı gün bazar günü xristianların nə kilsəsində, nə Yahudilər sinagogunda adam olmaz, amma cümə günü gəl görün məscidlər necə doludur. İndi hər millətin öz ibadət günləri var da. Bizdə cümə günüdür, Yahudilərdə 6-cı gündür, xristianlarda bazar günü. O günlərdə gedirlər məscidə xüsusi bir ibadəti elə yerinə yetirmək üçün. Sən ged 6-cı gün sinagoqa boşdur. Ged bazar günü hansı lap Avropanın göbəyində olasan. Fərqi yoxdur. Xristian ölkəsi. Bazar günləri qarışıb, kilsədə boşdur. Olanda da kimlərdir? Yaşlılardır. Lakin bizdə əksinədir. Nəinki cümə namazları, adi namazlarda məscidə get, görərsən maşallah insanlar gəlir ibadət. Sözümün canı nədir? Bütün millətin dərdi İslamdır. Çünki haqq din olduğuna görə şeytanın da şeytanla nə işi var? Yahudinin xristiyanla nə işi var? Və ya bütpərəst ateşpərəstlə və s. Kafirin kafirlə nə işi var qardaş? Şeytanın işi yoxdur. Şeytanın işi kimdəndir? Möminlə, haqla. Batilin işi haqlandır. Batillə mübarizə aparmır. Nəyəsə indi bu da bir Yahudi olur. İndi orada işləyənin biri deyir, siz müsəlmanlar deyirsiniz ki, Quranda hər şey var. Deyir, bəli var. Deyir, hər şey var, deyir, o indi yemək yemirsən, zakaz verirsən, sifariş yemək. O da var Quranda. Necə pişirilməsi var. Deyir, hə o da var. Deyir, təzə deyir, var. Deyir, axı, deyir, siz deyirsiniz ki, biz deyir, Quranda hər şey var. Quran hər şey bəyan eləyir. Hər şeyi. Deyir, hə. Yemək sifariş vermişsən, bunun pişirilmə qaydası var, Quran deyir, o da var. Deyir, necə? Deyir, var, inanmırsan, çağır poveru bura. Poveru çağırır. Pover gəlir, deyir ki, aşpazda bizim dildə desək. Deyir, bunu necə pişirdin? Deyir, bunu qatdım, duz üstüyor, göy gərdi, pomidor, ya bunu bununla birləşdirdim, gözlədim və s. və ilahır belə pişirdim. Deyir, görürsən, deyir, hanı bəs Quranda bu yoxdur axı? Deyir, var, Allah kitabına deyir ki, fəsəlu əhlə zikrin kuntum la ta'lamun. Bilmədiyin şeyi bilənlərdən soruşur. Mən bilmirdim necə pişirmək lazımdır. Soruşdum, o biləndən mənə dedi. Görsən, Quranda var, deyir. Məntiqdən elədir. Allah deyir ki, bilmədiyin şeyi biləndən soruş. Bu adam da bunu biləndir, yoxsa yox. Mən də soruşdum, mənə dedi necə pişirmək lazımdır. Sadəcə Quranda var da, deyir. Deyir, belə qalır, belə bax, məhdəd çıxıb gedir, heç şey deyə bilmir. Quran hər şeyi bəyan edib, hər şeyi. Bəli, eləsi var ümumidir. Eləsi var da xüsusi təfsilatlandır. Təfsilatsız olanda Məhəmməd Peyğəmbər bildirib. Alimlər bildirib və izahını veriblər. Biz də başa düşürük ki, deməli bunu belə eləmək lazım. Görürsən nə gözəl rahat dindir, asan dindir, qardaş. Allah ki, nə qədər insanı var, vallahi İslamdan uzaq düşüb, Allahdan, Peyğəmbərdən, kitabından uzaq düşüb. Halbuki, vallahi əməl eləsə, tabi olsa, ən hörmətli insan olar. Ən hörmətli insan olar. Sonra deməsin, mən günahkaram, filankar salihdir, gedirəm onunla Allaha yaxınlaşıb. Qardaş, sən də salih ola bilərsən də. Məgər Allah Teala bütün insanlara xeyir istəmirmi, qardaşım? Məgər Allah Teala istəmirmi, hamı Allaha ibadət eləsin, hamı Allaha daima tövbə eləsin, günahdan uzaq olsun. Allah bunu hamı üçün istəyir də. Vallahi kafir üçün də belə istəyir. O kafirə də bunu istəyir. Lakin kafir bunu başa düşmək istəmir. Asiyə zalıma da istəyir ki, tövbə eləsin, Allaha qayıtsın. O istəmir. Allah istəyir onun üçün. Lakin belə deyək də, təbii ki, Allah istəyir, hamı ona boyun əyər. Hamı səcdə edir. Lakin Allah Teala seçim verib də sənə imtahandır. Niyə görə imtahandır? Yaxşını pisini ayırmaq üçün. Elədir yoxsa yox? Məsələn, sən indi burada çoxumuz oxumuşuq da, məktəb oxumuşuq, kimisi biraz daha çox elmlənib, universitetə daxil olub, universitet oxuyub və s. və ilaxır. Sən görürsən, imtahanlarda suallar hamısı fərqli-fərqlidir, düzdür? Hamısı asan deyil də. Deyək ki, 10 dənə sual varsa, 5 asandır, qalanları biraz çətinləşir. Niyə? Məgər o müəllim hamının nizat tapmağını istəmir, imtahandan keçməyini istəyir. Lakin indi görüm kim daha çox yaxşı bilir, kim daha. Çünki onu eləməsə, əlasının zəif oxuyandan ayırt edə bilməyəcək. Təsəvvürlə, hamıya asan sual qoyub, hamı cavab verir. İndi biz nə bilək ki, bu lap yaxşı oxuyandır.
daha zəkalıdır. Bu birisi yox. Onu hardan biləcək? Bilməyəsən. Çünki hamıya eyni asan sual qoymuşsan. Niyə bəzən çətin suallar qoyur? Çətinə hamı cavab verə bilir? Yox. Deməli, çətinə cavab verən nədir? Bu ondan zəkalıdır. Bu ondan savadlıdır. Düzdür? İndi Allah Taala da qardaşım, hər şey səbəblərə bağlayıb da. İstəsə təbii ki, hamımız boyun əyərik. Yer üzərində bir dənə kafir qalmaz, hamı iman gətirir. Bunu Allah istəyə bilər. Lakin Allah Taala seçim verib. Yoxlu görüm kim salih, kim talihdir. Talih, salih sözün əksi. Bizdə talih ad kimi qoyurlar, amma talih, salihin əksi. Salih xeyirxah insan, talih günahkar. İndi deyək ki, hamımız salih ola bilər. Allah istəsə hamı olar. Ol desə, vallahi hamı Allah'a ibadət eləyər. Lakin Allah seçim verib. İmtahan diyarı niyə deyil? İmtahan edir. Görüm kim sadiqdir sözündə, kim yalancıdır. Bir də hamı deyir, mən Allah'ı sevirəm. Kim buradan çıx, bir gəz, bu kəndin bu baş, o başına kimi. Bir də adam tapmazsan ki, bəzilərin çıxma şəhidin belə də qəlbi xəstə, kafir, ateistlər çıx. Yüzü qarşı mən Allah'ı sevirəm, Allah'a qurban olum. Ona canım qurban olsun deyəcək. Deyəcək, deməyəcək. Allah səndən canımı istəmir. İbadət elə, bəs eləyir. Demirsən Allah'a canım qurban. İnan deyir var. Desə qurban elə canım. Verəcək. Hə, boş söhbət eləməyəcək. Deyir Allah'a canım qurban. Allah çıxar tapancanı qoy. Bismillah. Deyir Allahım canım sənə fəda olsun. Bu canım sənə qurbandır. Bu nəfs nədir ki? Sənin yolunda, sənin adının qarşısında. Bismillah de bir də güllə. Çək çal. Qardaş eləməyəcək. Quru sözlərdir. Allah səndən bunu da istəmir. İstəmir. Lazım deyil deyir. İbadət elə. Quran-ı Kərim nazirləmişəm, eləmişəm. Məhəmməd Peyğəmbər kimi xeyirxah insanı göndərmişəm, göndərmişəm. Tabi ol, bəs eləyir. Mənə bu bəsdir, Allah Taala deyir. Kifayətdir. Səndən istədiyim deyir budur. Müəyyən qadağalar da var, azdır da. Haramlar halallardan çox azdır. İndi bayaq misal çəkdik. Bu süfrəyə bir dənə araq qoysan, hansı çoxdur? Halal yoxsa haram? Bir dənə araq qoymaqla süfrəni belə deyək də, pis gündən qoydun, bərəkətdən pardın. Haramlar azdır da yer üzərində. Halallar çoxdur da. O bəzi insan var, halalla kifayətlənmir, haramlara meyl edir. Qardaş, bu qədər halal nemətlər var, sənə bəs eləmirmi? İndi Allah-u Teala bizə nə istəyir ki? Bir yaşa, ye, iç, yat, dincəl, səyahət elə, amma halal çərçivədə. İslamın dairəsindən qırağa çıxma. Bu dairədən qırağa çıxma. İndi qurban olum demirsən, lazım deyil, olma. Olmadı, istəmir Allah səndən bunu. İbadət elə. Namaz qıl. Demirsən Allah'ı sevirəm. Bu kəndin başından, o başdan ki, becə Allah'ı sevirəm. Elə şey ol, Allah'a qurban, Allah'ı sevirəm. Sevirsən, Allah sağlığa deyib ki, sevirsən məni. Onda Peyğəmbərimə tabi ol. Görəsən laxlayır. Yoxdur, tabiçilik yoxdur. Və necə sevirsən? Məhəmməd Peyğəmbər. Mənim cəddimdir, cəddimə qurban olum. Cəddimə qurban o demək. Cədd kimdir? Yəni Peyğəmbər. Cəddimə qurban demirsən, lazım deyil, qardaş. Vallahi o deyir ki, mənə tabi ol. Allah'tan sənə təbliğat aparıram. Allah'ın vəhini çatdıram. Buna tabi ol, bəs edir. Eləmir. Deməli, quruca sözlər kifayət eləmir, qardaşım. Eləmir. Bu bütün millətə aiddir. Bu sözləri Allah qəbul eləmir, qardaş. Allah bu kəlmələrdən razı deyil. Ta ki ona sən əməl eləməyincə. Yoxsa belə quru-quru, mən ay ata səni sevirəm, ataya da asidir. Atan söyür, döyür. Ata çay ver istəyəndə, ay ata neysə ne çayı, başını bıraq. Qulaq asmır, ana, qulaq asmır, tabi olmur. Qışqırır ananın üzərinə, nə bilim, saymır. Sonra isə ki, mənim atam, anam, canım ona fəda. Öləndə də ki, mollanın çağır üstündə, mavzələ etək qəbrin üstündə. Bu sevgi, məhəbbət belə olmur axı, qardaş. Sevgi, məhəbbəti bayaq dediyim kimi, sevgini büruzə vermək üçün sevdiyivə tabi olmalısan. Sevdiyivin, sevgilivin dediklərini eləməsən, sənin o sevirəm deməyin mənası yoxdur. Boş şeydir. Boş şeydir, vallahi. Çünki bütün insanlar bunu bilməlidirlər. Necə istəyən yaşa. Bugün biz baxırıq Azərbaycan cəmiyyətinə. Nə gündədir bu cəmiyyət, qardaş? O qədər yatıb qəflətdədirlər ki, nə Allah'ı tanıyırlar, nə Peyğəmbərini, nə Quranını. Nə qədər belə yaşayasın. Həmişə deyirəm, bu bəzi adamlar var. Pensiya alan kim gedir, loteriya kartı alır. Deyirəm, indən sonra sən Allah milyon qazandın. Gör, neyini deyirsən ki? Cavan deyirsən, yeyib şeylənəsən də, belə loru dilində desək, bir jargon kəlmə ilə istifadə edəsək. 80 yaşında bu o milyonu neyinəcək? 80 yaşında adam neyinəcək? Qardaşımsan da bu neyinəyə bilər bu ilə. Yəni 80 yaşında uyğun bir hərəkət eləyib. Uzaq başa səndən sonra övladlarına miras qalacaq. Sən neyinəyəsən qardaş? Uzaq başa 2 otaqlı evdə yaşayarsan 3 otaqlı. Sonra heç eləyə bilməyəsən də qardaş. Sən nəyə ümid bəsləmsən? Sən əksinə o yaşda sən Allah'a daha çox bağlı olmalısan ki, vay mənim halıma 60-70 ildir belə həyat sürmüşəm ibadətsiz, itaatsiz, səcdəsiz. Mən nə cavab verəcəm Allah qarşısında? Da hər şey görmüsən. O 60 yaşa gələn deməli o vaxta qədər hər şey görüb qardaş. Yeyib, içib, əylənib.
İndi Allah qorusun, bunlar yaxşı elə deyil. Halal deyilsə yaxşı deyil də, halal çərçivədə. Qadınlar və s. Bunu da görmüsən də. Qardaş, sən indən sonra nə dərdin, nə eləmək istəyirsən ki? Məsələn, Allaha qayıtmaq lazımdır, yoxsa yox. O bəzi var deyir ki, o pensiya vaxtını satılmayacaq. O satanda da eləmir. Satanda eləsəydə onları görərdi eləyənlər, lotereya alır. Hələ pensiyanı da keçir, belə lotereya alırsan. Niyə eləmirsən? Deməli, boş sözlərdir. O kim ki deyir, hələ qoy biraz cabana, biraz yaşa gələm eləyəcəm. O eləyən deyil, qardaş, boş söhbət. Çünki onları görürük də, hələ də lotereya kart alır. Nə bilim, bəzi məsələdə içki içir, şərab badə qaldırır, sağlıq deyir. Bəs deyirdin, pensiya satanda eləyəcəm, amma bir şey qalmayıb sənin ömrüvə. Hələ bilmək olmaz nə qədər yaşayasın. Cavanlar var, bugün görsən nə qədər cavan insanlar ölür həyatda. Çoxdur belə, işdən filan kəs öldü, filan cavan oğlan. Niyə? Çünki həyatı təqdir eləməyib, bax, sən yazmamısan həyatını. Sənin ixtiyarına deyil, mən 40 il yaşayacağım, 60 il, 55 il. O sənin işin deyil, onu Allah yazır. Və son nə vaxt bitəcək o saatın var, əqrəbin dayanan vaxtı var, o batareyanın. Onu da sən bilmirsən. O saat bir gün dayanacaq, sən xəbərin də olmayacaq vallahi. Ölüm gələndə mənim qapını döyür girir, onlar girin. Bunu demir axı. Qardaş, bunu demir. Baxmır, vallahi ölüm cavana baxmır. Yaşlıya baxmır, qadına, kişiyə baxmır. Allah bir vaxt təyin edib sənin üçün, mənim üçün, hamımız üçün. O vaxt yetişdisə, nə bir an gecikər, nə bir an sonraya qalar. Yox, qardaş. Mən də bilmirəm, mənim nə olsun 42-43 yaşım var, məsələn, cavana. Mən nə bilim sabah nə olacaq? Bəlkə sabah mənim ölüm xəbərini eşidəcəksən. Yəni, adam ağına gəlmir, hələ cavanam, hələ mən ölməyəcəm. Hardan bilirsən? Ona görə bu millətə, cəmaata sözüm odur ki, bu qədər əylənmək nə qədər olar? Bu görürsən cavanları, yaşlılar da biabırçı gündədir bu saatca. TikTok səviyyəsinə girirsən TikToka. Cavanlar şükürlüdür, bəzi yaşlar elə bir hərəkət edirlər ki, nə abirçəyi qalıb qadındır, nə bir ağsaqqallığı qalıb kişidir. Qalmayıb. Ağsaqqal dediyin TikTokda hoqqa verir. Ağsaqqal adı vallah buna yaraşmır. Qadın da ağbirçə etməlisən buna küçədə, bacada görsən, ay bibi, ay xala deyirsən də, ay ağbirçə ilə nə. Ağbirçək dilin gəlmir ki, bu ağbirçək deyil, belə ağbirçək olar. Buna hoqq adı verir. Buna sözlər də danışır. Təlxəli və s. Buna necə mən ağbirçəkdim, qardaşım, necə deyim? Xanım deməyə utanırsan ki, bu xanım sözü elə belə söz deyil, xanım. Xanım, xatın hər kəsə deyə bilmirsən. Özü o hala salır. Millət görsən nə gündədir. Deyirəm, nə vaxta qədər belə olacaq? Və nə vaxta qədər də yeyib içəcəksən, əylənəcəksən, gəzərsən, dolanacaqsan, nə vaxta qədər? Bunun bir vaxtı, bitirən vaxtı olmalı da, qardaş. Millətimiz obsas bu gündədir. Nə qədər cavanıdır, yaşlısıdır. Bunun üçün nə lazımdır? Hamımız böyle öyrənib, örgətməliyik, qardaş. Vallahi örgətməliyik. Bizim üzərimizdə də məsuliyyət çoxdur. Bizdə də məsuliyyət, bilən adamın üzərində məsuliyyət var. Elə ancaq özüm üçün yaşamamalıyam da. Mən bilirəmsə, mənə bəs eləyir. O da özü bilər də. Onun da gözü var, qulağı var, ağlı var, oxuyub görür, eşidir. Onu oxumur ki, mən də oxumuşam da. İndi Allah sənə müvəffəq edib. Kimsə səbəb olub. Yatıb durub demədi ki, namaz qılacam, başlayacam. Kimsə deyib, təbliğ edib. Ya görmüsən, əxlaqını, ədəbindən təsirlənmirsən, demirsən, mən də bunun kimi namaz qılmaq istəyirəm. Hidayət olunmuşsan. İndi qardaş, biz də biliriksə, nə öyrətməliyik də bu insanlara. Yazıqdılar axı. Yəni, həqiqi müsəlman hamıya qarşı rəhimli, mərhəmətli olmağa çalışmalıdır. Çünki sən özündə olan bu nemətləri bilirsən, ibadətin ləzzətini dadırsan. Bu məclislərin ləzzətini dadırsan, sənə xoşdur. Deyirsən, o da yazır, o da bunu datsın da, o da eşitsin, xəbəri olsun da. Namaz qılanda həzz alsın. Allahı tanıyır, qəlbi rahatlanır. O da bunu görsün, datsın da, niyə eləməsin ki? Örgədirsən də, qardaş, örgədməlisən də. Nətər olur, yaxşı bir 55 marketdən dostluq aparsan, qəşən yeyib içməyə verirsən. Sən ki, dostum, yoldaşımdır, mənim də pulum var, maşallah, qazanmışam. Gedim onun könlünü bir dənə xoş edeyim. Qardaş, onun ruhunu da xoş elə də, qəlbini, nəfsini də xoş elə də. Təkcə bədən xoş olmaqla deyil axı. Bu bədəndə ruh var, qardaş. Biz cansız deyilik, biz canlıyıq. O ruhu da xoş eləmək lazımdır. O ruhun qidası nədir? İman, elm, hidayət. Budur onun qidası. Onun buna daha çox ehtiyac var, nə ki, yeməyə içməyə, vallahi. Çünki yemək içməyə sənin 2 dəfə 3 dəfə ehtiyacın var. Lakin elmə, imana hər an ehtiyacın var, hər an. İmansız həyatın nə mənası var? Yoxdur, qardaş. Yoxdur. İnsanı hörmətli eləyən də imandır. İnsanı dörd ayaqlardan fərqləndirən nədir? İman əməldir də, qardaşım, Allahı tanımaqdır da. Hətta onların içində belə o dörd ayaqların içində Allahı tərif edənlər var. Necə Allah kitabında deyir. Yerdə göydə nə qədər
o məxluqatı var ki, Allahın şəninə təriflər deyirlər. Lakin siz ondan dilini başa düşə bilməzsiniz. O heyvan da öz dilində Allahı tərif edir. O heyvandan betər olan insanlar var, subhanallah. Niyə görə betərdir? Çünki Allahı öz dilində zikr edir, xatırlayır. Biz eşitmirik, bilmirik, dərk edəmirik, onun dilini biz bilmirik. Lakin dili, dodağı danışan dili, ağlı, qəlbi olan Allah zikr eləmir, Allah tanımır. Hatta fərqin nə oldu, qardaş? Həqiqi həyat nədir? Həqiqi həyat iman üzərində olan həyat deyil. Allah kitabına deyir ki, ya eyyuhəllədin əmənu stəcibu lillahi və lirrasuli izə da'akum limə yuhyikum. Ey iman gətirənlər, bax kim özdə müsəlman deyirsə bu ayə onun üçün qulağını sığı olmalıdır. Ey iman gətirənlər, ey möminlər. Sizə həyat verən şeyə çağırdığı zaman, Allah və Rəsulun dəvətinə icabət edin. Bəli, deməli sən hidayət nədir? Həqiqi həyatdır. İman həqiqi həyatdır. Allah və Rəsul bizi buna çağırır da. Deməli icabət eləmədiysə həqiqi həyatı yaşamırsan. O deməkdir. Ölü ilə dirinin misalı nəyə bənzir, qardaş? Zikr edənlə zikr etməyən misalına bənzir. Ölü zikr edir, qardaşım. Eləmir də, qardaş. Ölü Quran oxuyur, namaz qılır, dua edir, yox. Diri edir də bunu. Diri də eləmirsə kimə oxşadı? Avtomatik ölüyə, sən özün də deyirsən bunu. İndi kiməsə ki, ölü desən, demirsən də, indi ədəb ərşən bağlı. Sən qardaş, Allah Taala onu zikr edənlə zikr etməyən misalını ölü ilə dirinin misalına bənzədir. Məsələn, məgər sən görmürsən ki, sən ölü kimi yaşayırsan, bu ölü bir həyatdır. Bunu sən dərk eləmirsən. Yəni, bunu dərk eləmək üçün Allah Taala sən nə qədər ömür verməlidir? Nə qədər yaşamalısan ki, bu həqiqəti başa düşəsən? Nə qədər yaşamalısan? Əksinə nə qədər çox yaşın olanda adam ağlı biraz olur axı, azalır deyir, o yaşlının ağlı azalır. Qardaş, onda başa dərk eləməyəsən. Onda nə edəsən? Onun ki, Məhəmməd Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o qocalığın o pik nöqtəsi var. Həmişə o şeydən Allaha sığınar. Yarım mənə o yaşa satdırma da məni. İnsan çox yaşlaşanda bəzən görürsən ağlı işləmir, nə gəlib danışır. İstəyirsən ki, belə yaxşı bir çağında dünyavı dəyişəsən də, hər şey dərk edən, danışığı bilən bir vaxtda bu dünyada köçmək istəyirsən. Yaxşı, nə vaxt sən başa düşərsən bunları? Hansı yaş dövrü sənə kifayət edəcək? Cavan yaşlılar başa düşmürsənsə, sən qocalanda başa düşərsən. Düşə bilərsən. Elə insanlar olub ki, Allah ona ömrün son çağında hidayət edir. Lakin sən ondan olmaya bilərsən, niyə özü risk atırsan ki? Var, məsələn, sən Peyğəmbər sallallahu əleyhi və səlləm həyatını oxu və ya ətrafa bax, tarixdən və ya cəmiyyətlərdə zətdə görəsən ki, yaşlı vaxtı ibadət edənlər olub. Yaşlı vaxtı hidayət olunub. Hətta kafirlərdən belə. Adam nəsranidir, yahudidir, məsələn, ateist və s. 90 yaşında hidayət olundu, iman gətirdi. Olur belə şeylər. Və ya müsəlmandır, belə yaşayıb cahil kimi, asi günahla, gəlib 80 yaşında ibadətə başlayıb. Belə şeylər görmüşük də dədə babadan, nə bilim, qonşuda, zatda, qohum əqrabada. Ay, sən bəlkə onlardan olmayasan, hardan bilirsən, qardaş? Sən pensiya vaxtı niyə gözləyirsən? Bəlkə pensiya vaxtı sən başqa cür olasın. Adam var, pensiya vaxtı səfəhin biridir, səfildir. Zibilxanada, qardaş, putulka yığır, kauçuk qabıyor ki, harasa gedib təhl verib 5-10 manat pul alsın, dəmir yığır. Yoxdur belə adamlar, qardaş. Var da. Ona görə özümə güvənmədi. Hə, mən hələ cavanam, mən eləyəcəm, mən bilirəm, sən narahat olma. Mən bilirəm nə vaxt eləmək lazım. Vallahi bilmirsən. Özümə darxayın olma. Ki, mən vaxtı gələndə eləyəcəm. Sənin vaxtı sən verirsən, bəyəm. Bu vaxtı verən də Allahdır. 24 saat var, gündəlik. O, sən eləməmsən ki, onu Allah eləyib də, qardaş. Bu vaxtı Allah seçib də. Bu vaxtı Allah sənə təyin edib ki, bu 24 saatın içində yatasan, durasan, yeyəsən, içəsən, işləyəsən və ibadət də eləyəsən. İbadət saatları da azdır. Qalan sənin üçündür. Yeyirsən, içirsən, yatırsan, işə girirsən. Əksəriyyəti bunda keçir də vaxtın. Orada nə qaldı ki, qardaşım? 5 vaxt namazı sən toplasan üst-üstə, müəyyən zikirlərlə, nafilələrlə 1 saat eləyir də, qardaş. 1 saat. Lap belə imanlı sən qoyduğum 2 saat. 24 saatın 2 saatı Allaha, 22 saatı sənədir də, qardaş. Yenə azdır. Və bunu illərə vursan gör nə qədər edir. Sən 1 il yaşamırsan ki, 40, 50, 60. Gör nə qədər saatları hədər eləmişsən. Hədər eləyib, qardaş. Nə vaxta qədər sual verirsən, nə vaxta qədər belə yaşayasın, qardaş. Ey kişi, ey qadın, ey cavan oğlan, cavan qız, nə vaxta qədər bax belə yeyəcək, içəcək, siqaret çəkəcək, əylənəcək, oynayacaq, TikTokda nə bilim danışıb deyib güləcək, vaxt keçirəcək, nə vaxta qədər? Bunun bir bəlli vaxt, yanan vaxtın olmalıdır, sən stop eləyən bir vaxtın olmalıdır da, qardaş. Əksinə həddi buluğa çatandan sən onu stop eləməlisən, söz yox. Çatdı 15 yaşına, 14 yaşına qardaş, ibadət sənə vacibdir. Orada belə deyək də, haram əyləncələrə yer yoxdur.
Haram işlərə yeri yoxdur. Lap deyək ki, da olub da deyən olmayıb sənə, bilməmisən. Məsələn, cəmiyyət də pis gündədir. Gəldin 25-30 da deyən stop elə də qardaş. İndi ki dərk edirsən, indi ki deyən var, eşidən var, eşidirsən axı. Stop elə də qardaş. Ona görə bu şeylər çox mühümdür. Danışmaq, öyrətmək, təbliğatını aparmaq. Təbliğat demirəm, əlimizə mikrofonla söhbət cəmaatın içinə belə. Elə yox, yəni qonum qonşu gördün, evə qonaq gəldi, qardaş, bacı, belə toylarda, belə münasib yerlərdə oturdun 5-10 nəfər aha toydan sonra söhbət edirsən ki, günümüz daha xeyirli, bərəkətli keçsin. Çünki nə qədər zikr edirsənsə, bir o qədər də ibadətdəsən. Bu əsasda biz Allahın izniyle ibadətdəyik. İbadət təkcə namaz, oruc deyil ha. Allah'a razı salan hər bir söz, əməl ibadətdir. İndi ibadətdəsən. Yəni burada biz nə qədər otursaq, hələ də ibadətdəyik. Vallahi adam deyir, bu qutarsaydı çıxıb gedərdik. Deyir, qardaş, problem yoxdur, mən qısaldım, sağ gedək. Və Coşqun müəllim 2 dəqiqə danışın gedək. Amma bilginən ki, nə qədər çox söhbət davam edirsə, deməli sən ibadətdəsən. Bilmək olmaz, buradan çıxandan sonra səndə necə olacaq həyat? Nəyə davam eləyəsən? Hələ şükürlər ki, bu davam eləyir. Ola bilər həyatı elə burada sona qoyasan, məsələn. İndi olur, insan vardı, namazda dünyası dəyişənlər görmüsən də, o bəzən YouTube'a qoyurlar, ibrət kimi belə və s. Və xeyir məclisindədir, dərsdir, elm məclisidir, irfan məclisidir. Dünyasını dəyişir. Nə gözəl, vallahi xeyir, bərəkət. Çünki elm, bunlar zikir məclislərdir. Çünki Allah'ı xatırlayırsan, Peyğəmbərini, onun kitabını. Bunlar zikir məclislərdir. Bu zikir məclisləri üçün, bax, elə hörmətli, şərəfli məclisdir ki, Allah bu məclislər üçün müəyyən mələkləri təyin edib. Bilməyənlər bilsin. O mələklər, bax, belə məsələ iştirak edək görüm, harada elm, zikir məclisi var, Allah xatırlan, orada mən də iştirak edeyim. Biz onları görmürük. Amma inşallah ki, burada o mələklər var. Xüsusi mələklərdir. Mələklər sayı çoxdur axı. Sayını Allah bilir. Oğluq da çoxdur. Bir hədisdə gəlir ki, onların da belə deyək də Kəbə evi kimi onların da bir evi var, ziyarət evləri. Səmanın üzərindədir. Bir hər gün ora 70 min mələk girir, çıxır, bir daha qayıtmır. Hər gün belədir. Hər gün 70 min mələk girir, çıxır. Bir daha qayıt. Görün, hər gün 70 min, qiyamətə qədər gör, nə qədər edir o kişi. Allahın ordusunu sana heç kəs belə bilməz. Onun içində müəyyən vəzifə sahibləri var. Məsələn, ölüm mələyi, bizdə nə deyirlər? Əzrail deyirlər də. Amma əslində Əzrail deyil. Bu bilsən ki, xristiyanlardan gəlir bu ad. Bizdə ölüm mələyidir. Çünki sən Qurana da baxsan, hədislərə də baxsan, adı ölüm mələkidir. Çünki bunun işi budur. Var təbiət mələki, kimdir? Mikaildir. O ildırım, külək, bu şeyləri o eləyir, vəzifəsidir. Var sənin qoruyan mələklər, insanı qoruyan mələklər də var, sağında, solunda, onları görmürsən. Var əməllərimizi yazan mələklər və s. müəyyən mələklər var, qəbirdə soru-sual eləyən mələklər və s. Var zikr, elm məclislərində iştirak edən mələklər. Onların işi budur. Harada xeyirli məclisə oturum orada iştirak edir. Və Allah da onları xatırlayır, o zikr əhlini, o elm məclis əhlini Allah xatırlayır. Və onları nə istərik ki, Allah bilir. Biz nə istəyirik? Allahdan cənnət istəyirik, cəhənnəmdən qurtulmaq istəyirik, Allahın razı qazanmaq istəyirik. Allah onu bilir. Mələklər də Allah'a bunu çatdı. Ya Rabbi, belə buna görə toplaşıblar. Yəni bizim burada toplaşmamız vallahi bir mənfəət üçün deyil. Yəni burada mənə pul verən yox. Düzdür qardaş. Mənə nə bilim, vəzifə verən yoxdur. Kimləsə umacağım da yox ki, işim düşüb birazdan nəsə buna ehtiyacım deyəcəm. Bura bizi toplayan nədir? Biz Allah üçün toplaşmışıq bura. Bayaq toyda çıxıb gedə bilərdik, yox. Biraz oturaq, biraz da qoy məclisimiz geniş olsun, zikir daha çox olsun, elm daha çox olsun. Məqsəd Allah deyil burada. Kim Allah üçün toplaşırsa, Allah onlarla fəxr edir. Allah onları sevir, onlardan razı qalır. Və o hədisdə gəlir, o mələklər iştirak eləmək, Allah'a belə deyək, hesabat verir axı. Allah bildiyi halda yenə soruşur. Onlardan biri deyir ki, o mələklərdən, ya Rabbi, burada bir nəfər var idi. Eli belə gəlib oturmuşdu. Görüb ki, burada məclis var, nə danışaq, gəl mən də oturum. Allah nə deyir? Onlar elə bir məclis əhlidir ki, yəni burada iştirak edənlər. Onlarla oturan bədbəxt olmaz. Görürsən, məclisin şərəfi, məclis əhlinin Allah qatında olan şərəfi, hörməti, işi gücü bura gəlmək deyildir. Oturmuş qıraqda və hətta yol keçsə, görüm nə var burada, gəl mən də bir oturum. Oturur, işim var, kakraz elə. Eminlə, Fəridlə işim var, elə. Qutarsın məclis söhbətimi eləyərəm. Yəni, məclisə görə gəlməyib bura. Allah üçün gəlməyib. Dedi ki, burada zikir var, gəlim oturum. Qıraqda görüb gəlib və yaxud da ki,
ehtiyacı var, dostun gözləyir, deyib gəlib burada gözləyim. Allah təala deyir ki, onlarla oturan bədbəxt olmaz. Çünki o qədər xeyirli məclis əhlidir ki. Onlar da xeyirli eləyən nədir? Allah. Allah üçün toplandıqlarına görə, məclis şərəfli, hörmətli olduğuna görə əhli də şərəfli və hörmətlidir. Çünki ən şərəfli, ən hörmətli olanı zikr edirlər ona görə. Ən şərəfli, ən hörmətli olan bəndədən danışırlar Məhəmməd Peyğəmbərdən ona görə. Ən şərəfli, ən hörmətli, ən doğru kəlamdan danışırlar Qurandan ona görə qardaş hörmətlidirlər. Görün nə qədər insanlar özlərini belə məclislərdə məhrum ediblər qardaşım. O qədər var ki. Bugün burada bizi kiməsə Allah bundan müvəffəq edibsə, vallahi böyük bir nemətdir, xeyirdir, bərəkətdir. Bəlkə buradan sonra qəlbimiz daha da təmizlənər, bilmək olmaz. Hər bir salih əməl insanda olan pis əməlləri yuyub aparır. İnnəl həsənət yuzhibnə seyyiət. Yaxşı əməllər, salih əməllər, pis əməllər yuyub aparır. Ona görə insan bir günah eləyəndə həmən tövbə eləməli, yaxşı əməllərin sayını artırmalıdır ki, köhnə keçmişdəki günahları silinsin. Yoxsa günahı başqa şey silmir. Günahı silən tövbədir. Günahı silən salih əməllərdir. Bu su deyil ki, simim məndən çıxacaq. Elə deyil. Bədənin tərtəmiz ola bilər. Qəlbin təmiz deyilsə nə mənası var? Heç bir mənası yoxdur. Gündə 10 dəfə çim. Hər evə girib çıxanda çim. Tərtəmizsə ən bahalı ətirdən vur. Vallahi qəlbin təmiz deyilsə elə bilginən ki, o mənəvi pis qoxu var, səndən həmişə gələcək. Günahların pis qoxusu var, onu biz belə hiss eləmirik. Var. Qəlb təmiz deyilsə, bədən 100 dəfə təmiz saxla. Xeyri yoxdur, qardaş. Əsas qəlbdə Allah ora baxır. Sənin gözəlliyi və sənin malıba, mülküvə baxmır, qardaşım. Allah hara baxır? Qəlbə və salih əməllərə. Bu yoxdursa, dünya gözəl ol. Vallahi Allah qatında dəyərin yoxdur. Varlı ol. Gözəl paltarlar səndə olsun. Son axırıncı brend mallardan istifadə edirsən. Vallahi qəlbin təmiz deyilsə, əməllərin salih deyilsə, Allah qatında dəyərin yoxdur, qardaş, yoxdur. Hə, niyə Allah verib? Sevir verib? Yox, sevir verməyib. Kafirə də verib ondan. Dediyim ki, möhlət verib. Ya tövbə edib qayıdasan da ki, əzabın daha şiddətli olsun deyə. O qədər asidir ki, daha çox zülm edir. Günah edir, Allah deyir, belə həyat istəyirsən, verdim sənə bu həyatı. Gəlmək ki, görün payın nə olacaq, heç bir şey olmayacaq. Çünki möhlət verməyində hikmətlər var, biz bilmirik kimə niyə görə möhlət verib. Hər yer, indi Allah bilir. Ona görə varsa o demək deyil, səni sevib verib. Allah Teala malı, mülkü sevdiyi quluna da verir, sevmədiyi quluna da verir. Lakin imanı kimə verər? Sevdiyi qula verər. Hətta kafirlər belə. Görürsən, yaxşı yaşayan kafirlər var, həyat tərzi gözəldir. Allah sevib verib? Yox. Müəyyən səbəblərə hikmətini Allah bilir. Hətta salih əməl işləsə belə, o salih əməlini ki, Allah dünyada ona verəcək, amma axirətdə payı yoxdur ki, iman gətirməyib ona görə. Lakin mömin insanda elə deyil. Allah sevib, ona görə imanı verib. Amma imanı kafirə vermir. Görürsən, kafir azğın olduğuna görə vermir. Bəzən hidayət verir kiməsə, o da yenə deyim, hikməti Allaha bağlıdır. Lakin mal mülkdən deyil də, məndə çoxdur deyə Allah məni sevir, belə söhbət yoxdur, qardaşım. Mən gözələm, sağlamam deyə Allah məni sevir, belə söhbət yoxdur. Səndən gözəl olanlar da var ki, vallahi imanı səndən çoxdur. Bizdən də varlı olanlar var ki, vallahi imanı bizdən çoxdur. Allah malı mülkün belə paylayıb da qullar arasında. Birinə az, birinə çox. Düzdür, qardaş? Lakin imanla o bir deyil axı, gözəl qardaş. Paltarın ən bahalı paltarı geyinsən də belə axırıncı brend son model. Qardaş, bir ildən sonra atacaq qoyarsan qırağa da, kiməsə hədiyyə eləyəsən köhnə, tələsini almayasan, qardaş. İman elə deyil axı. İman səninlə, həmişə səninlədir də. Həmişə sən, imanlısansa, imanın ölənə qədər səninlə. Əgər qoruyub saxlamısansa. O imanı təzələmək olur. Amma paltarı təzələyə bilməzsin. Bunun rəngi solda, bu nə qədər kraskaya verəsən, nə qardaş? Nə qədər tükəstənə bunun zırığını? Nə qədər əlavə düymə qoyarsan? Bu paltar bitdi də son model. Bu artıq yoxdur, geyinən yoxdur. O köhnə şalvarlar var idi, Sovet dövründə trapez olsun belə altdan enli. İndi o geyinən yoxdur da qardaş. O vaxt dəb idi. Bahalı bir şey. İndi o geyinən yoxdur da qardaş. Elə şey var ki, bugün o istifadə olunmur, yeyilmir, içilmir, istifadə olunmur, geyinilmir. Hətta müasir zamanda belə. Köhnə Ericsson telefonları kimi təvəkküdən var qardaş. Yoxdur, daha müasir telefonlar, smartfonlar çıxıb, ondan istifadə edir də. Kompüter proqramları. İndi Windows 10, 11 nesədir, indi köhnə Windows'dan istifadə edən var, açmır kompüter belə, proqramı belə açmır. Amma iman elədir ki, həmişə səninlə qalır. Həmişə yeniləməlisən. Onlar yeyirsən, içirsən, səndən ifraz olur, gedir, səndə qalmır. Amma imanı qorursan, həmişə səninlədir.
Axirət günündə faydasını görəcəksən. Onun üçün bunu daha çox qorumalılar, nəinki dünya malını. Dünya malını həmişə qoruyub saxlaya bilmirsən. Bir gün gedəcək səndən, gedəcək. Öləndə belə səndən ayrılacaq. Dünya malı, övladların, ailən, sən öləndə səninlə qəbrə girməyəcəklər. Səni tərk edəcəklər. Sənin var dövlətin qalacaq varisləri və adam var, qadını belə başqasına ərə gedir. Yenə buna qalmır. Görürsən, var deyil adamlar var. Əri öldü, qadın ərə getdi. Mal mülkü övladlarına qaldı. O da pis övlad oldu, səfih oldu, səfil oldu, xərclədi harama, ora-bura, qumara və s. O da qalmadı, məhv oldu, qoyduğu mirası. Lakin əməlləri özü iləndir. Pis və yaxşı əməlləri həmişə o iləndir. Qəbirdə də səninlədir. Qiyamət günü Allaha o əməllərlə çıxarsan. Salih əməllərinlə də, günahlarınla da. Deməli, əməllər həmişə səninlə. Nəyi qorumaq lazımdır? Salih əməlləri. Qorumasan, puç eləsən, faydasını görməyəcəksən. Ən yaxın dostu da salih əməllərindir. Qəbirdə sənə mən kömək eləməyəcəm. Sən də mənə kömək eləməyəcəksən. Atam ana mənə kömək eləməyəcək. Gəlib necə, mən yerimə sol-sol eləyəcək, eləməyəcək də qardaş. Həm də qiyamət günü də. Mənə kim kömək eləyəcək, dayağım nə olacaq? Salih əməlləri. O da yoxsa qardaş, nəyə ümid bəsləyirsən? Nəyə? Onun üçün bu insanlar bunu başlamaq lazım ya, insanlar. Nə qədər yeyib-içib şeylənəcəksiniz, əylənəcəksiniz, nə bilim, oynayacaqsınız, oxuyacaqsınız, çəkəcəksiniz və s. Görürsən, siqaret çəkən, narkotik çəkən, əylənən, diskoteka, barlarda, cavan-cavan oğlanlar, qızlar, nə vaxta qədər bu davam eləyəcək? Yaşlı insan nə vaxta qədər bu badəni, rumkanı qaldırıb sağlıq deyəsən, nə vaxta qədər bunu deyəsən, qardaş? Bunu stop eləməlisən də. Belə çox uzatmayaq. Allah Taala millətimizə hidayət versin. Allah Taala iman əhlini qorusun, sabit eləsin. Müsəlmanları qorusun. Harda müsəlmanlar var, əziyyət çəkən müsəlmanlar çoxdur. Görürsən, ölkələrində müharibəsi olanlar var. Xəstə müsəlmanlar var. İmtahanla, bəla müsibətlə, yəni sınağa çəkilən müsəlmanlar var. Allah hamısını qorusun. Allah Taala onları həmişə başlarını uca eləsin. O imtahandan, sınaqdan onları üzü ağ çıxarsın. Allah Taala firamanlığımızı qorusun həmişə. Allah Taala millətimizə hidayət versin, dövlətimizi qorusun, rəhbərliyini qorusun. Allah Taala hifz eləsin hər birimizə, xeyirləri müvəffəq eləsin. Bir sözüm var, Coşqun. Allah razı olsun. Sağ ol, sağ ol. Təşəkkür edirəm. Bəs də. Ay dedi də. Sən daşını demişsən, görürsən Coşqun mənlə bax söz verəcəkdin. Yox, yaxşı oldu. Allah səndən razı olsun. Allah sənə bərəkət versin qardaş. Hər birimizə Allah bərəkət versin. Allah səndən razı olsun. Qardaş, bir daha təbrik edirəm. Allah səndən. Bax sən səbəbkar oldun bu gün bax bu məclisə. Allah səndən razı olsun. Allah Taala həmişə xeyir əməllər səbəbkar eləsin. Amin, amin, amin. Vallahi həqiqətən sən bax bu inşallah bu gün sənin bu bəhrəndir də, yəni biləsən inşallah. Sən inşallah ki mizan tərəzində sağ tərəfdə inşallah yazılar. Allahdan istəyimiz budur ki, Allah da bunu sənin salih əməl kimi yazsın qardaş. Amin qardaş, amin. Tərəzində ağrı gəlsin. Allah bərəkət versin sənə, xoşbəxt eləsin. Görsən nə xeyirli toydur, görsən qardaş. Yedi, içdi. Toy əsnasında Allah xatırladıq, Allah müvəffəqiyyət. Toydan sonra da davam elədi. Nə gözəl toy. Allaha həmd olsun qardaş. Yoxsa cahillərin toylarını görsən də qardaş. Biz Allah'a zikr edib, onlar da bir-birinə söyür, dalaşan müharibə eləyən. O qədər belə toylar var ki. Ha, yəni elə toylar var ki, dalaşmasa ayıbdır. Belə toylar var, ha, bilirsiniz ya. Qabaqcadan şəhət keçdi ki, dalaşma. Bəzi toylar var ki, orada dava olmasa deyir, bu toy keçmədi. Niyə dava olmadı? Yemək azı idi. Yemək dərd yəni, dava ol. Gör nə cəhalətə bax subhanallah. Həqiqətən bu köhnə toylarda zət da var, bəzi bölgələrdə var ki, ya o toyda dava olmayıbsa, hadi qardaş toy ləzzət eləmədi, yaxşı toy olmadı. Niyə dava olmadı? Bədbəxtçiliyə bax. Bu xuraf, bu cəhalətdir, cahillik. Həqiqətən böyük bir cahillikdir. Allah bizi o şeydən uzaq eləsin. Amin. Qoruyub çıxardı. Biz də elə olmuşuq qardaş. Biz də indi hər bir həyat olub da Allah hidayət verib, islah eləyib. Kimisə elə maşallah ibadət əhlinin içindən çıxıb, elə gözünə sandan namaz, ibadət başlayıb 14-15 namaz. Adam da var ki, qardaş, qohum-əqraba, ata-ana cahil olub, günahkar. Bu da bir müddət belə gedib sonra Allah kiminsə əli ilə, nəyiləsə səbəb hidayət verib də. İndi hərəmizin həyatı bir tərbiyə bir cürə Allah Taala biz o zülmətlərdən çıxardıb, Allah həmd olsun qardaşlar. Allah millətimiz o zülmətlərdən çıxardıb nura yönəltsin. İslam nuruna, hidayət nuruna. Allah deyir tamada mənə zakas vermədi. Ha, tamadan vurub püskülə qoyurlar. Nə bilim, müqənnini döyürlər. Aşığı döyürlər. Aşığı yetim neyləsə gəlir. Eşonma aşığı da döyürlər. Bir arabacılıq da həm gülməlidir, həm də ağlamalıdır. Neysə Allah islah eləsin, Allah hidayət versin. Subhanaka Allahumma bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruka və etûbü ileyk.